Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda Zığ şosesində ayıq sürücü başqasına məxsus avtomobillə qəza törədib. Xəbər verilir ki, hadisə paytaxt sakini Ramal Məmmədovun başına gəlib. Qəza ilə bağlı polisə məlumat verməyə ehtiyac yoxdur deyən ayıq sürücü xidməti göstərən Fex şirkəti isə dəymiş ziyanı tam ödəməyib. Zərərçəkmişin sözlərinə görə həmin şəxs Fex ayıq sürücü şirkəti ilə əməkdaşlıq etsə də sonradan oranın rəsmi işçisi olmadığını öyrənib. Ramal Məmmədov iddia edir ki, avtomobilin qısa müddətdə təmir olunaraq ona təhvil veriləcəyi bildirilib, lakin buna əməl edilməyib. İddialarla bağlı Fex ayıq sürücü şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Amma dəfələrlə zəng etməyimizə, WhatsApp vasitəsilə suallar ünvanlamamıza baxmayaraq münasibət bildirmədi.